Salam değerli izleyicilerim, kanalımıza hoş geldiniz. Biz dedik ki bugün birlikte vaxt geçirdək ve Hüseyni biraz gezdirək. Ona göre de birlikte hem avtobusa mindik, hem eskalatora mindik, hem de geldik parka. Bildiyiniz kimi elə bir dövrdə yaşayırıq ki, həyatımız bəzən çox sürətli, bəzən isə çox stresli olur. İstər işimiz olsun, istər nə bilim gündəlik məsuliyyətlərimiz olsun, ailə ilə keçirdiyimiz zaman hər zaman ön planda olmur. Nə varsa Hüseyin? Nerede bir şey değil? Bir an düşünürəm ki, həqiqətən də düşünsək, həyatın ən dəyərli anları nələrdir? Bəlkə də ən qiymətli anlarımız ailəmizlə keçirdiyimiz vaxtlardır. Son zamanlar fikir vermişəm, həyatımızı o qədər tələskən yaşayırıq ki, həqiqətən də elə bil ki, biz robotuq, bizi necə varsa toka qoşmuş kimi yaşayırıq. Amma bu sadə, amma dəyərli anlar həyatın tələskənliyində düşünürəm ki, ən çox unudulan şeylərdən biri olsa da, əslində onların əhəmiyyəti ölçüyə gəlməz dərəcədə önəmlidir. Biz bu baxımda, məsələn, bura Azadlıq parkıdır və elə də qeyri-adi dəhşət bir şeyler yoktur burada, amma bilirəm ki, Hüseyin burada əylənəcək, biz burada gəzəcəyik. Yəni bu bizim özümüzə də yaxşı təsir edir. Çünki ailənin bir yerdə vaxt keçirməsi sadəcə əyləncə deyil. Həm bu bir-birimizin bağlılığımızı möhkəmləndirən bir şeydir. Həm də uşağımızın məsələn inkişafına təsir edən, bir-birimizi daha yaxşı tanıdığımız və həyatın stresindən də biraz uzaqlaşdığımız anlardır. Bu arada ola bilər ki, parkı bəyənənlər olar. Bu park əslində mən də bəyənirəm. Yaxşı parkdır. Deməli, buradakı bu yerləşir Binəqədidə, Azadlıq parkıdır və Hüseynin sürdüyü maşının biri 3 manatı idi qiyməti. Birdən uşaqları gətirmək istəyirsiniz. Hüseyin nəyə minsə eləsə onların da qiymətini vurğulayacağam video ərzində. Bildiyiniz kimi işlər o qədər sıx olur ki, adətən kişi də məsələn işdə yorulur, qadın da evdə o qədər iş görür ki, yorulur. Axşamlar isə oturanda sadəcə biz götürürük telefonlarımızı və istəyirik ki, biraz beynimiz dincəlsin, həmən vaxtı da götürüb telefonla oynayırıq. Yəni elə bir zaman gəlib ki, sadəcə yəni bir-birimizi salamlayırıq və ayrılırıq. Elə bir hala gəlib çıxmışıq. Ha. Давай, güç ver. Güç. Ha, Allah. Ha, indi gel ola. Tut köreği arası. Düştü lan şey yine. Hele bu. Ha korkma. Düşünürəm ki, əvvəllər ona görə belə sıx münasibətlər var idi ki, əvvəllər belə telefon yox idi, hər öz telefonunu götürmürdü, əvvəllər çöldə daha çox vaxt keçirdirdi, ayağımız torpağa dəyirdi, nə bilim, dostluqlar möhkəm idi, internet üzərindən deyildi, yəni telefonsuz daha çox vaxt keçirdirdi. İndi adi baxın, biz parka gedirik, 2-3 saat belə telefonsuz, yəni telefondan uzaq qalanda nə qədər də bizə yaxşı təsir eləyir. Buna görə deyirəm ki, yəni bir yerdə vaxt keçirmək, istər məsələn gəzinti olsun, istər və yaxud məsələn bir yerdə yemək bişirmək olsun. Bu tip fəaliyyətlər ailə üzvlərimizin arasında güclü əlaqə yaradır. Uşaqlar da valideynlərin yanında olar. Onlara lazım olan diqqət və sevgini onlar həmin vaxtda hiss edirlər. Çünki telefonla olanda bütün gün uşaq da telefonla oturur və yaxud televizorla. Ana da yorulur, ata da işdə olur. Yəni həqiqətən bəzən uşaqlar sevgidən uzaq qalırlar və sevgini hiss etmirlər. Amma belə bir anlarda uşaq da həmin sevgini hiss edir və bu sevgi həqiqətən də uşağın özünə olan güvənini artırır, inkişafına müsbət təsir edir. Cəhd elə. Ana buna metala yox basa. Mən bilmirəm necə. Aha. Uşaq necə minsin ona pirə? Ailənin birlikdə vaxt keçirməsi, düşünürəm ki, sadəcə fiziki olaraq bir yerdə olmaq deyil, eyni zamanda emosional olaraq da yaxınlaşmaqdır. Bir-birimizlə söhbət edirik, hisslərimizi paylaşırıq, həyəcanlarımızı və narahatçılıqlarımızı açıq şəkildə ifadə edirik və bu da ailə bağlarını möhkəm edir. Bu cür anlar hər kəsin bir-birini daha yaxşı başa düşməsinə, bir-birindən daha çox dəstək olmasına səbəb olur. Biraz su içən heç görsənməyir. Görək. Nə qədər yaxınlaşdıra biləcək baxaq. Görək nə qədər yaxınlaşdıracaq bunu bax. Burada yerlətməmişdim. Baya yaxınlaşdırdı bax. Görsən? Bu arada burada ikimiz də biz orucuq, amma yoldaşım deyir ki, çıxanda gedərik, həm axşama qutab bişirərik, həm də ki pizza hazırlayarıq. Nəsə ürəyimə pizza düşüb. Hə,
yaxşı, pir itir. Day. Demək olar ki, oğlan yeyir, abucu, amma şey yox. Böyle çəkiliş var burada, görək nədir? Bu arada burada nəsə çəkiliş var idi. Hansı ki Vicdan Haqqı serialında oynayan aktyor var idi. O da oradaydı. Nəsə kino çəkilişi idi, səhv etmirəm. Son olaraq qısa özətləmək istəyirəm ki, düşünürəm ki, həyatımızda ən çox ehtiyac duyduğumuz şeylərdən biri də bəlkə də sadəcə sakit və rahatlaşmış bir an və yaxud bir neçə saatlıq əyləncədir. Ailənin birgə vaxt keçirməsi, düşünürəm ki, bu cür anları gətirir. İstər işdən, məktəbdən və gündəlik həyatdan uzaqlaşaraq sadəcə bir-birimizlə gülmək, şənlənmək, nə bilim, oynamaq, bütün bunlar stressdən azad olmağımıza və yenilənməyimizə elə bir ki kömək edir. İstər ailəvi bir komediya izləmək olsun, nə bilim, çox xərc tələb edən şeylər lazım deyil ki. İstərsə də açıq havada bir gəzinti və sadəcə əyləncəli an həqiqətən də həm bədənimizi, həm də ruhumuzu yenidən canlandırır. Biz burada yavaş-yavaş qaydırıq geri və marketə gedirik. Burada Hüseyn bir dənə saqqız alıb, o saqqızı istədim sizə göstərim. Dedim ki, Hüseyn açsın. Həqiqətən də elə inanmazdım ki, dadlı çıxar. Bundan görsəz alın, çox dadlıydı. Tadım yap görək necədir. Tadım yap. Biraz götürürler. Aha. Düzündür amma. Sakızsa. Yox, bilmirik nədir hələ. Sən deyirsən bizə nədir? Nədir ki, Hüseyn o? Sakız satılır, sakızsı. O atıyır. Alı Çok kəsilər. bir şeydi. Hə, deməli burada lazım olan hər şeyi aldıq. Hansı ki qatıq da yox idi, süd də yox idi və mən hədiyyə hazırlayacağam. Ürəyimə hədiyyə düşüb. Ümumiyyətlə mən hədiyyə çox sevirəm. Bu arada deyim. Amma ki hədiyyə belə 7-8 euro bakliyat birlikdə eləyirlər. O cür sevmirəm. Hədiyyə sadəcə sevirəm. İçərisində olsun noxud və buğda. İkisi olsun, başqa heç bir şey yox. Alınanları yerləşdirdim. Hansı ki pendir falan da yox idi. Pizzaya biber də yox idi. Onların hamısını yerləşdirdim. Dedim ki ilk öncə bu buğdanı təmizləyim. Daha sonra isə bunu ıslağa qoyum, islanmalıdır. Çünki mən səhv etmirəmsə bu 3 gün islanmalıdır. Tez-tez suyunu dəyişdirmək lazımdır. 3 gün necə səbr eləyəcəm bilmirəm. İstəyirəm ki tez bişirim. Daha sonra isə yoldaşım getdi biraz yatsın, dincəlsin. O yatıb oyanana kimi mən pizzanın xəmirini də hazırlamalıyam deyə. Birinci dedim ki bunu təmizləyim, aradan çıxsın. Bu da maşallah çox zibilli imiş. Yəni təmiz bilib almışam, amma ki zibili çox idi. Bu arada mən bunu əlavə edib yuyana kimi zəhmət olmasa videonu bəyənməyi, abunə olmağı və gözəl rəyləri yazmağı unutmayın lütfən. Bu sizin az bir zamanını alacaq, amma ki mənim üçün həqiqətən də çox önəmlidir. İndi isə keçirəm pizzanın xəmirini eləməyə. Düzün deyim ki, bu xəmiri 2 dəfə idi sınıyırdım və digər xəmirlərin içərisində ən sevdiyim bu oldu. Hansı ki 5 stəkan undu, ortasını açdım. Yarım xörək qaşığı bura duz əlavə elədim, 1 xörək qaşığı şəkər tozu əlavə elədim, 1 paket instant maya əlavə və bura əlavə edə bilərsiniz. Ya 2 stəkan su, ya 2 stəkan süd və ya 1 stəkan süd, 1 stəkan su. Mən əlavə elədim 1 stəkan süd, 1 stəkan su və 4 qaşıq duru yağ və yarım saat yoğurduqdan sonra yarım saat gözlədirsiniz. Əriməyib neçə dəqiqə gözləmişəm ki, südün belə bişmə videosunu çəkə bilim. Südü bişirdim, sonra nə etdim? Xəmiri yoğurdum pizza üçün. Burada əvvəlcədən göyərtiləri yumuşdum. Bunları doğrayacağam. Quta bişirəcəm bu günləri. Burada da spanakları yuyub qoymuşdum. Bütün göyərtiləri doğradım, qoydum. Əslində bunu özüm yoldaşım durana qədər hazırlayacaqdım. Sonra fikirləşdim ki, elə onunla birlikdə hazırlayarım. Bir dənə də shorts videosu çıxardarıq bu qutablardan. Ona görə də onu da doğradım, hazır qoydum. İndi buraları biraz göyərti eləmişəm. Burada da biraz qablar var. Onları yuyacağam. Birinci bir dənə nane almışam, onu qaba töküm. Əsas odur ki, xəmiri yoğurdum pizzanın, göyərtilər doğradım, süd bişdi, buğdanı belə təmizlədim, həqiqətən də üstümdən yük götürüldü. Sizə deyim ki, belə bəzən olub ki, bir neçə dəfə olub ki, qutabı götürüb özüm xəmir açmaq istəmişəm. İnan ki, o qədər yorucu olur ki, çox uzun başa gəlir. Ona görə də düşünürəm ki, ən yaxşısı ilə lavaşla olur. Həm rahat olur, həm də ki, olduqca dadlı olur. Heç bir qramda fərqi olmur ki, o kimsə özü açıb xəmiri və yaxud belə. Heç almadım sos. Yox, Sirinc almadım. Sirinc almışam. Sirinc lazımdır sən. Sirinc bunun içərisinə vuram buna. Mən vururam arada düz belə. Pis qalmaz, nə bilim baxın. Burada elə rahatlıq gəlib ki, mənə hər bir şey hazırlamışam. İndi isə pizzanın içərisinə lazım olan şeyləri birlikdə hazırlayırıq. Göbələyi falan ki, keçək işə. Pizza üçün indi göbələkləri təmizləyirik. Bu yaxında inşallah bəlkə göbələyə getdik.
Getsəm çəkəcəm inşallah siz üçün də. Necə danışırsan? Ha? Sakitəm. Ha, çəkirsən. Ha, halbuya salam. Yoldaşımdan çox xahiş eləmişəm ki, bu yaxında gedək, qohumlarla birlikdə gedək Göbələyə. Göbələk yığmağı o vaxt uşaqlıqda yığmışdım. Bir dəfə getmişəm ömrümdə və o heç vaxt mən unutmamışam. Ağzı ki, torpaq belə aralanırdı, içərisində ağ bir şey görsənirdi. Çox həyəcanlı bir şeydi həqiqətən mənim üçün də. Ona görə də bilmirəm, indi Göbələk olan yerə bəlkə getdik. Siz Göbələk yığmağa getmisiniz ya getməmisiniz? Getmisinizsə haralarda daha gözəl olur? Yazsanız sevinərəm. Bugün göbələyi yurmuş. Ha, el adam var yur, el adam var yumur. Biz yumuruq. Lazım deyil göbələyi. Biz yumuruq. Siz yursunuz ya yumursunuz. Yəni təmizləyib qoyursan, uşaqlıqdan biz yəni bunu belə eləmişik. Yəni təmizləyirsən, eləcə qoyursan pişir öz şirəsində. Elə vaxt olurdu, mən də yurdum. Torpaq deyirdilər ki, nə bilim içinə dolur eləyir. Ehtiyac yoxdur. Görəsən bunun qabığın hamı soyur ya hamı soymur. Hamı soyur. Elə adam var deyir soymuram, ona görə deyirəm. Biz bunu soyuruq. Keşke soymasaydıq, elə rahat olardı ki. Kimə də xoş olur, yedə elə olur. Soymaq olmuraq bəziləri, bu da çıxmır. Çünki bu parnik göbələyidir. Çöl göbələyi belə olmur, arxası enli olur. Burası belə, bundan ayrı olur. O nədir? Bu xəmirimdir, atapleniyada paltarlara fikir verməyin. Bu da mənim xəmirimdir, maşallah qəşəng gəlib. Əvvəllər xəmir məndə gəlmir daha, indi yaxşı gəlir. Deməli, burada qutabımız, yoldaşım eləcək, bunun durustiyotunu vuracaq. Burada pizzamız üçün olan, lazım olan malzemələr. Burada soğuz hazırlayacaq. Soğuz üçün də buradan sarımsaq tozu almışıq. Ondan da desən istifadə edəcək. Bu da bizim pendir. Keçən və pendiri çox soruşmuşlar. O pendirin adını mən bilmirdim. Araz marketdən alınmış, yoldaşım mozzarella deyilmiş elə. Amma ki bu değildi. Bilirəm ki bu değildi. Bunu da yoxlayaq. O sarı rəngdə idi. Onu çəki ilə idi. Çəki ilə verirdilər. Hər şeyi doğramışıq burada. Mən doğramışam. Sən doğradın. İndi pizzamızın sousunu yaxırıq belə. Çok güzel olacak. Ellerinize sağlık şefim. Çox sağ ol. Pizzaların ikisi de belə pişirlər. Qutab pişiririk burada. Sacda. Mən hazırlayıram. Burada da yağlayırım belə. Əsl kənd abu havası var burada. Görsən, sacı gətirmişik evə. Bəh. Əslində bu lavaşlar olmadı deyə bunu aldıq. Yadımızdan çıxmışdı. Bu nə lavaşıdır bu? Yayma lavaşdır. Amma çox yaxşı oldu. Balaca belə maraqlı olmur. Böyük çox maraqlıdır. Elə bir əsl belə kənd qutabıdır. İsmail'də var idi. İsmail'da. Bu bizim belə təqdim eləyib bir də geniş. Bu bizim belə nəyimizdir, qutablarımızdır. Belə. Videonu artıq burada sonlandırmaq istəyirəm. Sağ olun, gələn videolarda inşallah görüşmək üzrə. Allah'a əmanət olun.